Hamınıza salamlayıram. Bu videoda həmişə kimi kupa konseptimizdir. Yanımda Footmaster var. Bu videoda Footmaster'ın karakterini kasacaq 3000 kupaya da göstərim sizə. Baxın 3000 kupaya yaxın burada karakterləri var. Bugün Footmaster'ı 3000 kupa eləməyə çalışdıq. Mən Chrome'u da 3000 kupa eləməyə çalışdıq. Onda biz heç vaxt itirmədən ilk videomuza başlayaq. Siz də bu videonu ən az 100 like eləməyi unutmayın. Hədəfimiz 100 like'dır. Kanala da abunə olmağı unutmayın. Onda biz heç vaxt itirmədən ilk oyunumuza başlayaq. İlk oyunumuz hal-hazırda başlayır. Rəqiblərimiz gəldi. Ortanı ən birinci tutmalıyıq. Ortanı tutan hər şeyi tutur. Yəni ortanı tutan oyunu tutur. Ona görə də ortanı tutmaq lazımdır. Aksesuarı atdım. Ayda o yükləri kimsə almağa gələcək. Mən hasar kasım. Shelly. Ayda bu Shelly aksesuarı verməyin da. O Bull hər an ulti ata bilər. Takımın biri yeyibdi. İki takım da getsə yaxşı olar. Bir də normalda mən 3-də hesablaşma girirəm. 3-də hesablaşma girmədim. Çünki niyə girmədim? 3-də hesablaşmada mənə 1 kupa verir. Futa da 1 kupa verir. Bull'un atdığı ultiyə bax. Bax o Shelly idi mənə kəsən 16 yükü var. O mən nətər uzaq tutacam. Dynamite'ı uzaq tuta bilərəm əslində. Dynamite'ı qovalaya bilərəm. Bu mümkündür. Çünki sən bu takımı kəsə bilsək. Oy, bir tuş. Nətər oldu mən ölmədim. Dynamite sən o yükləri al. Mən də sənə hasar verim. Bilirəm ya qabaqda. Shelly kəs onu. Ay sağ ol. İndi də mən səni kəsim. Başqa rəqiblər də var orada. O Shelly'ni mən kəsməliyəm. Çünki Foot'un məsafəsi çatmır. Ayda bu çox sürətli karakterdir Shelly hiper şarjıyla. Problem yoxdur. 4 kupa aldıq. 4 kupa yaxşıdır birinci oyun üçün. İkinci oyunumuz da hal-hazırda başlayır. Ortanı almağa çalışmayacaq bu oyun. Çünki ortanı almaq əslində risklidir. Yəni kupa itirmə riskidir. Amma mən niyə ortaya girirəm? Mən əslində ortaya girmirəm. Sadəcə hasar kasmaq üçün. O Piper ölür. Ota attım, təsəvvür edin görmədiniz. Otoya öldü, Piper. Onu öldürə bilsəm, onu öldürə qəşəng takımın biri çıxdı başlayan kimi. Mortis'in gediş yolunu atmağa çalışdım, olmadı. İndi o qayıtacaq. Edgar. Qəşəng. Əla keçir oyun. Bir də mən otluğu görən aksesuarı almadım. Deyəcəksiniz ki, niyə onu almadın? Səhv aksesuardır. Əslində onu almağım daha yaxşıdır bir cəhətdən. Çünki qəşəng otluq. Onu almağım daha yaxşıdır bir cəhətdən. Çünki oyun həmişə ortada keçmir. Ortan olsa vuraraq görə bilirsən. Üçüncü oyunumuz hal-hazırda başlayır. Rəqiblərimiz gəldi. Ortanı almağa çalışmırıq həmişə kimi. Çünki orta risklidir, çox risklidir. O Shelly yanıma gələcəkdi. Shelly'lər dedimmi? Edgar gəlibmiş. O Edgar'ın aksesuarı qalxan aksesuarıdır. Ona görə də çox da bir şey eləyə bilmədi. Bundaya amma ola bilər. Tullanan aksesuar. 6 yük. Bunu qoruya bilsək yaxşı olar. Colt'a qarşı VS ata bilərəm. Qasa da qarşı VS ata bilərəm. Aşağıda adam var. Bu qası öldürüb yerinə keçə bilsəm, konumlanma çünki çox vacibdir. Yeri gəlsə ultini atacağam yəni. Colt ultini boşu-boşuna attı. Bunları geri püskürtmək lazımdır bu takımı. Oy, bir tuş ultini boşuna attım. O Colt'u geri püskürdə bilsəm, onu geriyə belə itələyə bilsəm, hansısa takımın yanına düşəcək. Colt'a bax, çırpınma həmləsi eləyir. O dost olmağa çalışmaq çırpınma həmləsi sayılır. Oy, bir tuş. Armut piş, ağzıma doş. Ortada başqa takım var. Hop. Edgar sən də öl. Mən neynədim üçə? Səhvən elədim ha. Nə elədimsə səhvən elədim. Sən də içərdədir.
Ultini belə ataq. Edgar sən mənə gəlmə. Qəşəng. Qəşəng hesablaşmaya qaldıq. Qəşəng. O bizim oyunu nətər çevirdi oradan. Çox çətin çevirdi. Həqiqətən oyunu çox çətin çevirdik. Bir dənə aksesuarı dəyişim mən. 4-cü oyunumuzda hal-hazırda başlayır. Aksesuarı dəyişdirdim. İndi deyirsiniz ki, deyirdim, bəs bu yaxşı aksesuardır, niyə dəyişdirdin? Səbəbi odur ki, biraz daha şeyə keçmək. Aqressiv oyun modundan biraz daha pasif oyun moduna keçdik. Əvvəl məsələn biraz daha şey oynayacaq, arxa planda ikinci olmağa yönəlik. Məsələn bax, bunu bax, yox, rekon mərmisi dəyməsin mənə. Kimsə bilmir yerimi. Ortanı almışıq. Əla, orta bizdədir. Ortadan çıxmamalıyıq, qorumalıyıq ortanı. Bir dənə takım getdi. Hər ehtimala qarşı bunu qoyun. Orta indi tam bizdədir, yəni ortanın idarəsi tam bizdədir. Kester. Bunun o qədər də şey yoxdur. Bunu kəsə bilərik. Gəl sənə ulti atım, qəşəng olsun. Ultim dəymədi. İndi təzədən ortanı almalıyıq. Yəqin kimsə girib. Əlasan. Super. Kəsə gedir. Ay, yox, patlama. Oy, number tuş. Number. Son oyunumuzda hal-hazırda başlayır. Bu oyunda əvvəlki oyun kimi yaxşı da birisi çox qəşəng olar. Rəqiblərimizi əvvəla bu ortanı qorumaq lazımdır. Buradan aksesuara vururlar, o problemdir. Aksesuarın olsa canı azdır. Bir də kimsə vuranda orta bax çox qarışıqdır. Kolet, sən güllə atma. Oy, number tuş. Qaç. Ayda mənə orada təhlədilər. Hər tərəfdən sıxışdırdılar. Onu görürəm də orta pisdir. Həmişə biraz problemdə olursan. Amma heç bir takım ölməyibdi. Niyə görəsən? Sən Edgar bizim üçün problemdir, mənim üçün problemdir. Onları uzaq tutmaq lazımdır. Futu görsə bəlkə uzaq durar. Çünki fürsət gözləyən, bilir ki, məni çox rahat kəsə bilər. Ultini atım görəsən. Ayda pis attım ultini. Onu, nə olar, onu kəsin da orada. O Mortis ölsün. O Mortis niyə sağ qaldı ümumiyyətdən? Kəsin o Mortisi. Ayda aksesuarı səhv atdım. Nədir onun adı? Əvvəlki aksesuara başım qarışıb, elə bildim hasar verəndi. Bax, alanda qaldı aksesuar. Yaxşı. Bura atacam, otluq təmizlənsin. Əlasan. Shelly var. Rico, sən neyinirsən? Spike. Oho, əla. Qəşəng hesablaşmaya qaldıq. Bunu belə atım. Qəşəng. Son oyun da çox qəşəng keçdi. Onda bu videoda bizdən bu qədər olsun. Videoya 100 like atmağı unutmayın. Keçənki bölümümüzə 100 like gəlmişdi. Kanala abunə olmağı da unutmayın. Yeni videolar gələcək. Gələcək videolarda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.